İndi isə digər bir informasiyanı təqdim edək. Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Müraciətlər daha çox hansı istiqamətləri əhatə edib? Detalları isə bizə əməkdaşımız Fidan Mədətova çatdıracaq. Hər vaxtın xeyirli olsun Fidan. Buyur, söz səndə. Detalları səndən işləyək. Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, məlum olduğu üzrə 2025-2026-cı tədris ili üzrə birinci sinifə elektron qəbul prosesi həyata keçiriləcək, başlayacaq və hələ ki, həmin prosesi hazırlıq çərçivəsində müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri də məhz mikroərazilər üzrə dəqiq ünvanların dəqiqləşdirilməsi məsələsidir və bu istiqamətdə valideynlər təbii ki, müəyyən çətinliklərlə bəzən üz-üzə qala bilirlər və 1630 vətəndaşın müraciəti cavablandırılıb Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən və bu müraciətlər həm qeyd elədiyimiz qurumun, yəni Bakı şəhər üzrə Təhsil İdarəsinin çağrı mərkəzi, eyni zamanda 5, 6, 7 sayılı asan xidmət mərkəzlərinə və dislokasiya işarəsi baku.edu.gov.az platforması vasitəsilə cavablandırılıb. Hər bir istiqamət üzrə nə qədər müraciətlər daxil olub, ümumiyyətlə vətəndaşlara hansı şəkildə köməklik göstərilib, müraciətlər daha çox hansı istiqamətə əhatə edirdi? Buna bağlı bizim suallarımızı Bakı şəhər üzrə Təhsil İdarəsinin təhsil alanlarla iş sektorunun aparıcı məsləhətçisi Günel Kərimova cavablandıracaq. Salam Günel xanım, detallarla bağlı sizdən öyrənək. Salam, deməli 2025-2026-cı tədris ili üzrə birinci sinifə elektron qeydiyyatla bağlı vətəndaşlara Bakı şəhər Təhsil İdarəsi üzrə Təhsil İdarəsinin tabeliyində olan müəssisələrin əraziləri açıq elan edilmişdir. Belə ki, vətəndaşlar Baku.edu.gov saytına daxil olaraq seçdikləri məktəbin ərazisinə uyğun olaraq baxırlar. Əgər onların qeydiyyatda olduğu ünvan həmin dislokasiyada yoxdursa, o halda onlar Bakı şəhər üzrə Təhsil İdarəsinin çağrı mərkəzinə və yaxud 5, 6, 7 sayılı asan xidmət mərkəzlərinə müraciət edə bilərlər. İndiyədək 1630 müraciət daxil olmuşdu Bakı şəhər Təhsil İdarəsinə. Onlardan 1347 çağrı mərkəzinə, deməli 222 müraciət dislokasiya işarəsi Baku.edu.gov mail ünvanına, 61 müraciət isə asan xidmət mərkəzlərinə olmuşdur. Belə ki, vətəndaş qeydiyyatda olduğu ünvan Bakı şəhər üzrə Təhsil İdarəsinin elektron ünvanda paylaşılmış hər bir məktəb üzrə ünvanlarda yoxdursa, vətəndaş o halda müvafiq formanı doldurub qeyd olunan ünvanlara yönləndirməlidir. Təşəkkür edirik Günel xanım, çatdırdığınız detallı məlumatlara görə və bir daha vurğulamaq istəyirik ki, Bakı şəhər üzrə Təhsil İdarəsindən verilən məlumata görə birinci sinifə 2025-2026-cı tədris ili üzrə elektron qəbul prosesində hazırlıq çərçivəsində müvafiq mikroərazilər üzrə dəqiq ünvanların dəqiqləşdirilməsi məsələsi ilə bağlı çətinlik yaşayan valideynlərin, vətəndaşların sualları cavablandırılırdı, onlara müxtəlif köməkliklər göstərilirdi və bu istiqamətdə olan detalları sizdən bölüşdük. Hələ ki, bizim çatdıracaqlarımız bu qədərdir. Gülşən, söz yenidən sizdədir. Təşəkkürlər Fidan. Ətraflı məlumat üçün sənə və müsahibinə təşəkkürümüzü bildiririk. Xatırladım ki, bizimlə bağlantıda əməkdaşımız Fidan Mədətova idi.